Adətən Azərbaycan dili fənni üzrə şagirdlər şəkilçiləri ayırmaqda bir xeyli çətinlik çəkirlər. Bu şəkilçi leksikdir yoxsa qrammatik? Yenə yaxşıdır ki, feilləri artırılan şəkilçilərdə bir xüsusi metod var. Belə ki, feil düzəldən şəkilçilərin üzərinə maqmək artırırlar və bununla da onun leksik olduğunu bir daha təsdiq edirlər şagirdlərimiz. Lakin ümumi, sadəcə feilə deyil, digər nitq hissələrinə də artırılan şəkilçilərin leksik yoxsa qrammatik olduğunu necə yoxlayaq, necə müəyyən edək? Əslində yoldaşlar, bunun çox gözəl bir yolu var. Bir var sözün özü, bir də var şəkilçi artırılandan sonra sözün özü. Hər iki versiyaya fikir veririk, məna fərqinə önəm veririk. Məsələn, ev, ya deyirəm evimiz. Ev də deyəndə, evimiz də deyəndə sizin xəyalınızda bir anlayış dayanır. Evdir də bu. Bu kitabxanaya çevrilmədi ki, başqa bir şey olmadı ki. Yəni bir sözü deyəndə şəkilçi artırılandan sonra və artırılmamış xəyalımızda nə canlandırırıq, gözümüzün önünə nə gəlir? Buna fikir verə bilərik. Məsələn, kitab. Kitab deyəndə məsələn, deyək ki, belə bir kitab fikirləşirəm. Bəs kitabxana desəm, xana şəkilçisini artırsam, o zaman bu kitabdan söhbət getmir. Bunun qədərinə qədər kitabların olduğu bir məkan nəzərə alınır. Kitabxana kitabların olduğu bir məkan da artıq. Deməli, xana leksik şəkilçidir ki, sözün mənasını dəyişdi. Kitab deyəndə xəyalımda başqa bir anlayışdır. Kitabxana deyəndə xəyalımda tamam başqa bir anlayışdır. İnsan, insanlar. Lar şəkilçisi artırılandan sonra say dəyişə bilər. Amma ümumi mənada insandır və ya insan, insanlıq. İnsan şəxsdir, insanlıq bir anlayışdır, mücərrəd anlayışdır. Deməli, məna dəyişdi və lıq leksik şəkilçidir. Bu şəkildə siz şəkilçilərin leksik yoxsa qrammatik olduğunu müəyyənləşdirə bilərsiniz.